Salam uşaqlar, bugünkü mövzumuz cəmiyyət dəyişməsinin fazilə ifadəsi. Səhifə 63-64. Başlayaq dərsimizə. Uşaqlar, cəmiyyət dəyişməsi nədir? Məsələn, gündəlik həyatda ən çox istifadə etdiyimiz mövzulardan da birinci bunu qeyd edeyim. Məsələn, uşaqlar, deyirik ki, əvvəllər unun kilosu tutaq ki 10 manat idi. Hal-hazırda isə 8 manat olub. Deyirəm ki, nə qədər dəyişdi, neçə faiz ucuzlaşdı və yaxud da bahalaşdı. Deyirik ki, koftanın qiyməti əvvəllər 10 manat idi, 15 manat oldu. Neçə faiz bahalaşdı qiymət. Bunu ölçəcəyik bugün sizinlə. Cəmiyyət dəyişməsinin əvvəl dedim 10 manat idi, oldu 8 manat. Deyirəm ki, neçə faiz ucuzlaşdı. Şuna neçə faiz ucuzlaşdığını tapmaq üçün düstur nədir? Cəmiyyət fərqini bölürük ilkin qiymətə. 10 çıxılsın 8-i. Bölürəm ilkin qiymətə. Əvvəl 10 manat idi. Bölürəm 10-a, vururam 100-ə. Bu da bərabərdir. 10 çıxılsın 8. Bizə nəyi verir? 2-ni. 2 bölünsün 10, vurulsun 100. Sıfırlar getdi, 2 vurulsun 10, 20%. Deməli, 20% ucuzlaşıb qiymət. Aydındır uşaqlar. Birdən deyim nümunə. Deyirəm ki, əvvəllər qiyməti 10 manat idi. Oldu 15 manat koftanın qiyməti. Deyirəm ki, koftanın qiyməti neçə faiz bahalaşdı. Düzdür nə oldu? Cəmiyyət fərqini, yəni bunların fərqini, uşaqlar bunların fərqinin müsbət qiyməti olsun deyə böyüdən kiçiyi çıxıram həmişə. Bölürəm ilkin qiymətə. 10 manat idi. Vurulsun 100. Bu da bərabərdir. 15 çıxılsın 10 elədir. 5 bölünsün 10. Vurulsun 100. Sürətə vurulur. 0-ın birindən 0-ın biri getdi. 5 vur 10, 50. 50% bahalaşdı. Bir daha deyirəm. Dediyini ayırırıq. Cəmiyyətlərin fərqini bölürük ilkin qiymətə. Vururuq 100-ə. Bu aydındır uşaqlar. Bəs uşaqlar, tutaq ki, düstur yadımdan çıxdı. Dedim ki, hə, cəmiyyət fərqi böl ilkin qiymət. Bu yadımdan çıxdı mənim. Yadımdan çıxdısa nə ayırıram? Həmişə tənasübə gedin. Dedik, əvvəl neçə manat idi? Bax, bu sualı işləyirəm uşaqlar. 10 manat. Uşaqlar, ilkin qiymətimiz əvvəl neçə faiz idi? 100%, tam faiz. Deyirəm, indi 8 manat oldu. Görəsən 8 manata uyğun faiz neçə faizdir? Bilmirəm. X faiz. Yazıram, bu vurulsun, bu bərabərdir, bu vurulsun buna. X vurulsun 100, bərabərdir 8 vurulsun 100-ə. X vurulsun 10, 0-ın birini artıq yazmışam. Bərabərdir 8 vurulsun 100-ə. X bərabərdir 800 bölünsün 10-a, X bərabərdir 80-ə. X bərabərdir 80-ə. Deməli, əvvəllər 100% idi, indi oldu 80%. Deyirəm, nə qədər ucuzlaşdı, nə qədər aşağı düşdü. 100-dən çıxıram 80-ə. Bu da bərabər 20%. Problem yoxdur uşaqlar. Bu formada təyin elədim. Həmçinin bunu da təyin edirəm o formada. Baxın, birinci misal, bax bu formada. Deyir ki, düsturuna tətbiq elə. Kitabda səhifə 63-də. 64-də sual isə deyir tənasübü işlə. Tənasüblə tətbiq elə. Yəni bununla işləyəcəm. Deyirəm, əvvəlki qiymət neçə manat idi? 10 manat. İlkin qiymət 100%. Sonraki qiymət 15 manat idi. Sonraki qiymət. Sonraki qiymət bilmirəm. X faiz. Bu vur bu bərabərdir. Bu vur buna. Uşaqlar bir problem. Yaxşı yazım sonra deyəcəm. X bərabərdir 1500 bölünsün 10. Bu da elədir 150%. Əvvəllər 100 idi. Oldu 150. 150-dən çıxıram 100-ü. 50% dəyişdi. Bunu yazdım. Uşaqlar, burada 15-i yazmaqdansa istəsəz 15 çıx 10. Yəni dəyişimi 5%-ə uyğun, 5-ə uyğun qiymət 5 manata uyğun faiz nə qədərdir? Bir promoda hesablaya bilərsiniz. Həmçinin burada deyərəm ki, dəyişim nə qədərdir? 2 manat. 2 manata uyğun faizimiz neçə faizdir? Yəni bir promoda tapmaq olur. Problem yoxdur. Keçək indi kitab üzərində suallara baxaq. Kitabımızda bizdə nə deyir? Deyir ki, birinci sual. Deyir ki,
15 manat idi, 18 manat oldu. Deyirəm ki, kəmiyyət dəyişməsini necə yazırdıq? 15 manat idi, oldu 18 manat. Dedik, kəmiyyətlərin fərqi bölünsün ilki qiymət. 18 çıxılsın 15 bölünsün ilkin nə idi uşaqlar? 15 manat idi. Vurulsun 100. Bu da bərabərdir. 3 bölünsün 15 vurulsun 100. Sürətlə məxrəc 3-ə bölünə bilir. 100 də böləndə 5-ə bərabərdir 20. Deməli, faizimiz neçə faiz oldu? 20 faiz. Bu oldu A variantı. Keçirəm, bir dənə də B variantını həll edəcəm. C variantını özünüz. Deyir ki, 80 kilogram idi, 72 kilogram oldu. 80 kilogram idi, oldu 72 kilogram. Yəni aşağı düşdü, arıqladı. Deyirəm ki, kəmiyyət fərqini böldük. 80 kilogram idi. İlkin qiymət 80. Vururam 100'ə. Bu da bərabərdir. 80'dən çıxanda 72 elədi. 8 bölünsün 80. Vurulsun 100. Bu vurulur sürətə. 800 bölünsün 80. Bu da bərabərdir 10%. Deməli 10% aşağı düşdü kütləsi. Aydındır uşaqlar. Növbəti C variantında da uşaqlar 8 metr olan ağacın hündürlüyü 920 santimetr oldu. Uşaqlar 8 metrimiz neçə santimetrdir? Vurub 100'ə. 800 santimetr. Əvvəllər 800 idi, oldu 920. Kəmiyyət fərqini bölün ilkin qiyməti. İlkin qiymət burada hansıdır? 800 santimetr. Qurtardı. Birinci uşaqlar eyni kəmiyyəti çevirin sonra. Və uşaqlar, baxın, ikinci sualı sizə deyir ki, tənasüblə işlə. Aha, tənasüblə deyir, gəlin tənasüblə işləyək. Bir-iki də bəndini tənasüblə işləyəcəm. Verilib bizə nə? Deyir ki, A variantında toz-soranın qiyməti 400 manatdan 320 manata endirildi. Toz-soranın qiyməti neçə faiz ucuzlaşdı? Uşaqlar, bu suallar yadınızda saxlayın. Siz də buraxılışda da düşə bilər, qəbulda da düşə bilər. Yəni faiz əsas mövzulardan biridir. 400 manatdan 420 manata. Aha, ya indidən bilsəz sizin xeyrinizədir. Ümumiyyətlə uşaqlar, yadınızda saxlayın. Deyəcəkdir, sonradan oxumaq çətindir. Çünki uşaqlar, məsələn, sinifdə indi və yaxud da dərs boyu uşaqlar sizə hər şey xırda-xırda, hissə-hissə keçirilir. Yəni bu dərs boyu siz nə qədər buna aid misal işləyirsiniz. Amma 9-cu sinif hazırlığına gəlib çatanda isə müəllimə sürətli formada verir ki, çünki proqramı çatdırmalıdır. Uşaqlar, düzdürmü? 5-dən 9-a kimi olan proqramı sizə yavaş-yavaş keçə bilməz axı. Yəni dərsdə öyrənməyiniz sizin xeyrinizədir. Aha, dedik, nə oldu? 400 manat. İlkin qiymət neçə faiz oldu? 100%. Deyirəm ki, sonraki qiymət 320 manat mı uyğun neçə faizdir? X faiz. Uşaqlar, və yaxud da ki, elə bir promo dəyişimi yazardım ha. Deyərdim ki, 80 manat dəyişdi, düzdürmü qiymət? 80 manat mı uyğun nə qədərdir? Birincini uşaqlar, ilkin qiymətə görə, sonraki qiymətə görə, sonra dəyişməyə görə yazacağım. Bu vurbu bərabərdir bu vurbuna. 400 vurulsun x bərabərdir 320 vurulsun 100'ə. X bərabərdir. Arxasına 3'dən 0 vurulsun 4. Bölünsün 400. 2 sıfırdan 2 sıfır getdi. Böləndə 4'ə 1, böləndə 4'ə 80. X bərabərdir 80. Deməli, əvvəllər 100% idi. Oldu 80%. Yeni qiymətim. Deyirəm, nə qədər dəyişdi? 20% dəyişdi. Fərqini tapıram. 20% ucuzlaşdı. Aydındır uşaqlar. Bu formada təyin edirik. Keçirəm. Bir dənəsini də işləyirəm. Aha, B variantını işləyirəm. Deyir ki, 24 hektar idi. Oldu nə qədər? 31,2. Deməli, artdı. Düzdürmü? Uşaqlar, deyirəm, dəyişim nə qədərdir?
Bax, indi bir promo dəyişmə görə işləyəcəm. Dəyişim nə qədərdir? 31-dən çıxanda 24 edir bizdə 7 tam 10-2 hektar. Düzdürmü? Deyirəm ki, əvvəlki qiymətim 100% idisə, görəsən bu dəyişimim neçə faizdir? X faiz. Bilmirəm. Bu vurulsun bu bərabərdir. Bu vurulsun buna. 24 bərabərdir 7 tam 10-2. Vurulsun 100-ə. 0-ın 1 ilə vergül getdi. X bərabərdir 72 vurulsun 10 elədi 720 bölünsün 24. 24'e bölünür, yuxarıda qaldı 30. X bərabərdir 30. Deməli, qiyməti 30% artdı. Hektarı sahəsi 30% artdı deyə bilərik. Aydındır uşaqlar, bu formada tətbiq edə bilərik. Bunun bir dənə bəndində mən işləyim. Növbətini, D variantını siz işləyin. C variantına baxıram. Bizə verilib. C bəndində deyir ki, düşərgədən kəndə qədər avtomobil yolunun uzunluğu 2 kilometrdir. Düşərgə, kənd, məsafə 2 kilometr. 2 kilometrdir. Turist qısa yolla 1500 metr məsafəyə qət edərək kəndə çatdı. O gedirən yolu neçə faiz qısaltdı? Aha, deyir ki, uşaqlar, düşərgədən kəndə qədər məsafə var. Yolla gedəndə deyirəm ki, 2 kilometrdir. Deyin görüm, 2 kilometrimiz neçə metrdir? 1000'ə vururuq, bəli, 2000 metr. Düz. İndi isə deyir ki, turist başqa yolla getdi, əsas yolla getmədi. Qısa bir yol tapdı. Və deyir ki, qısa yolla getdi neçə kilometr? Neçə metr? 1500 metr. Mənə indi deyir ki, turist nə qədər qısaltdı məsafəni? Bu aydındır uşaqlar. İndi deyirəm, əvvəlki qiymət nə qədər idi? 2000. Deyirəm ki, 2000 100%dirsə, 1500'ümüz neçə faizdir? Bilmirəm. Uşaqlar, baxın, burada avtomatik bunu da 100'ə bölə bilərsiniz. Sadə formada bölün ki, rahat. Bir də sıfırların sayı çox olmasın. Yazıram 20 vurulsun x bərabərdir. Çünki bu bölünsün, bu bərabərdir, bu bölünsün buna. Tənasüb kimi yazdıqda. Böləndə də sıfırlar gedir avtomatik. Hətta 20 ilə 15'in ikisini də 5'ə bölə bilərdiniz. Rahat olsun deyə. Problem yoxdur. 15 vurulsun 100. X bərabərdir. Bu bölünsün 20. Sıfırlar bir-birindən getdi. 2'yə böləndə 75. X bərabərdir 75%. Uşaqlar, əvvəllər 100% idi. İndi məsafə oldu 75%. Nə qədər qısaldı? 25% qısaldı. 100'dən çıxıram 75'ə. Bu da bərabərdir 25%. Aydındır uşaqlar. Problem yoxdur. D variantını özünüz işləyirsiniz. 2,5 tonu mütləq şəkildə kiloqrama çevirməyi unutmayın. Kiloqrama çevirəndə nə ayırırıq? 1000'ə vururuq. 1 tonumuz 1000 kiloqramdır. Və uşaqlar, 1000'ə vuranda da vergül bir vaxt sağa gedə bilər. 2 dənə də sıfırı yanına yaza bilərsiniz. Keçirəm uşaqlar 3-cü suala. Son sual. 3-cü məsələdə bizə nə deyir? Aha. 3-cüdə bizə deyir. A mağazasında satılan soyuducunun qiyməti 800 manatdan 704 manata endirildi. Aha, 800 manatdan 704'e endirildi. A'da satılan soyuducu. Və deyir ki, B mağazasına 780 manatdan satılan eyni soyuducunun qiyməti endirildi 702 manata. B'də 780'e satılırdı eyni soyuducu. Endirildi 702 manata. Mənə deyir ki, hansı mağazada endirimin faizi daha yüksəkdir? Hər biri üçün endirim faizi hesablayıram. Deyirəm ki, qiymət dəyişməsini
Küsurla hesablayacağım. Böldük ilkin qiymətə. Vurdum 100-ə. Çıxan da elədir 96. 2-dən 0 vurulsun 100 bölünsün 800. Sıfırlar getdi. 8-ə böləndə 96-nı 12. Deməli 12% ucuzlaşdı. Bunu bildim. Keçdim. Qiymət fərqini bölünsün ilkin qiymət. Bu da bərabərdir. Çıxan da bir-birinə elədi. 78 bölünsün 780 vurulsun 100. 100'ə də vuranda 2-dən 0 burada. 780'den 780 getdi 10%. Aha. Bu 12% ucuzlaşdı. Bu 10% ucuzlaşdı. Deyir hansının ucuzlaşma faizi daha çoxdur? Ucuzlaşma faizi 12 daha çoxdur. Aydındır uşaqlar. Aydındırsa uşaqlar, bəyəndinizsə bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.